Prosesin içində olmayan insanlar onun asan da olduğunu zənn edirlər. Məhəmməd Ceyhun, 18 yaşım var. Ukrayna Universitetində oxuyuram, şərti qəbul olaraq idarə etmə üzrə. Həm işləyirəm, həm də aktyorluqla burada akademiyaya gəlib gedirəm. Film akademiyasına gəlməyimdə əsas rol oynayan əslində burada nəticə verən uşaqlar oldu. Özümü burada yoxladım, bəyəndim. Dərs zamanı çox deyib gülürdük, amma məsuliyyətimizdən də qaçınmırdıq. Məsuliyyətimizin fərqindəydik. Qrupda deyirlər ki, meymun ol, bu boyda insan necə meymun olur? Hamı başladı meymun olmağa. Sonradan komplekslərim aradan qalxmağa başladı. Məsuliyyət var idi, məsuliyyət hissi çox idi. Amma bu mənə həyəcan yaratmamışdı. Valideynlərim mənə gələcəklərini demişdilər, amma məsəl üçün mənim atamın ora gələcəyini təxmin eləmirdim. Deyirəm ki, yəqin işə çıxar ya gəlməz falan. Amma uşaqların biri sonra dedi ki, sənin atan gəlibdir, oturub orada, səhnənin açılmasını gözləyir. Ondan biraz həyəcan başladı. Çünki ön yarğısı olan bir insan bura gəlib mənə baxmağa. Bütün aldığım rəylər hamısı müsbət rəylər idi. Hətta evə gələndə belə bacım sonra dedi ki, ata uğunub gülməkdən xoşladı. O mənə daha çox ürəkdir. Akademiyaya gəlməmişdən öncə kimləsə ünsiyyət qurmaq istəmirdim. Qaçınırdım hər kəsdən. Birdən belə deyərəm, pis başa düşərlər, rahat olsam məndən incərlər falan. Amma akademiyaya gələndən sonra o kompleks aradan qalxdı. Əksinə çətin bir şeydir. Mən məsəl üçün çılğın sinifə baxanda bundan çox rahat, bir izləyici kimi görürdüm. Amma prosesin içində deyildim. Prosesin içində olmayan insanlar onun asan da olduğunu zənn edirlər. Proses əyləncəlidir, amma məsuliyyəti daha çoxdur. Akademiyaya gəlməyiniz əslində sizə bir çox müsbət cəhətləri var. Bir, dost çevrənizi yaxşı seçməyiniz üçün, iki, komplekslərdən azad olmağınız üçün, üç, ətrafdakı insanlarınızdan, öz yaxınlarınızdan belə çəkinməməyə öyrədəcək və 4, 5, 6, 7, 8, 100-ə qədər saymaq mümkündür. Akademiya bunun qarşısını alır. Həmin problemləri aradan qaldırır və sizə daha çox özgüvən, daha çox sevinc hissi yaşadır və hər birinizə tövsiyə edirəm ki, gələsiniz.